Ermənistan parlamentinin sədri Alen Simonian Rusiyanın Ermənistana mümkün təzyiqləri ilə bağlı diqqət çəkən açıqlama verib. Simonian Rusiyanın təzyiq cəhdlərini davam etdirəcəyini düşündüyünü bildirib. Düşünürəm ki, onlar bizə təzyiq göstərməyə davam etməyə çalışacaq. Bu isə əslində yaxşı deyil. Mən bunu etməyə məsləhət görmürəm, çünki bu Ermənistanın qardaş xalqında əks reaksiya doğuracaq. Biz ölkənin azadlığını çiyələyə dəyişməyəcək. Azadlığın qiyməti çiyələk, badımcan və ya xiyar ola bilməz deyə o qeyd edib. Simonyanın sözlərinə görə Rusiyanın əvvəlki addımları da gözlənilən nəticəni verməyib. Rusiya tərəfindən atılan addımlar əks reaksiya doğurdu. Əksinə bu cəmiyyəti mövcud hakimiyyət ətrafında daha da birləşdirdi. Amma görünür onlar bunu başa düşmədilər. Qeyd edək ki, Rusiya 30 may tarixindən etibarən Ermənistandan Rusiyaya göndərilən bir sıra gilə meyvə və təzə tərəvəzlərin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib. Qurumun açıqlamasına görə bu qərar fitosanitar təhlükəsizliyi təmin etmək məqsədi daşıyır və Ermənistandan gətirilən məhsullarda aşkarlanan pozuntularla əlaqələndirilir. Qeyd olunur ki, yeni mexanizm hazırlanıb tətbiq edilənə qədər məhdudiyyətlər qüvvədə olacaq.